Moskvada Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Azərbaycanlı akademik Məmməd Baqır Əliyevin 70 illik yubileyi qeyd olunub. Tədbirə Rusiya və beynəlxalq tibb elminin aparıcı nümayəndələri qatılıblar. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev akademik Məmməd Baqır Əliyevin şərəf ordeni ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamını oxuyub. Səfir akademikin yeni müalicə üsulları və cərrahi yanaşmalara verdiyi töhfəni vurğulayıb. Moskva Onkologiya Elmi Tədqiqat İnstitutunun direktoru Andrey Kaprin Rusiya Prezidenti Vladimir Putinin Məmməd Baqır Əliyevi təbrik edən teleqramını oxuyub. Tədbirdə həmçinin akademikin Sümük və Yumşaq Toxumaların Şişləri adlı kitabı təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafata layiq görülmək mənim üçün böyük xoşbəxtlikdir. İlham Əliyevin məni şərəf ordeni ilə təltif etmək barədə sərəncam verdiyini bildikdə böyük sevinc hissi keçirtdim. Xüsusilə də Azərbaycanın qalib ölkə statusunda olması daha böyük xoşbəxtlikdir. Bu halda mükafatlar daha dərin, gözəl hisslər bəxş edir. Əvvəlki mükafatlar da xoş təsir bağışlayıb. Amma indi bu his tamam fərqlidir. İlk növbədə Məmməd Baqır Əliyevə sağlamlıq arzulayıram. Çünki o artıq çox nailiyyətlər əldə edib. Onun böyük məktəbi var. Məmməd Baqır Əliyev təkcə bizim ölkədə deyil, xaricdə də əfsanəvi mütəxəssisdir. O insanlar üçün çox işlər görüb. Məmməd Baqır Əliyev böyük alim, dahi onkoloq. On minlərlə insanın həyatını xilas edən həkimdir. O, akademik Trapeznikov məktəbinin yetirməsidir. Əliyev Rusiyanın onkologiya məktəbinin inkişafı üçün böyük işlər görüb və bugün də görməyə davam edir.